Bu avtomobili sürüş testindən sonra buna baş gicəlləndirən avtomobil demək olar. Sürüşdə aldığınız G qüvvəsindən, ümumi hissiyatlardan həqiqətən adamın başı gicəllənir. Ümumi olaraq da avtomobilimizin xarici görüntüsündən görürsünüz ki, tamamilə sarı rəngdə gövdəsi var. Orijinal zavoddan gələn forged karbon işləmələrlə həm ön paneldə, həm ön lip, həm də ki yan tərəfində və arxa spoiler və difuzorumuz da tamamilə forged karbondur. Bu hissədə isə avtomobilimizin aktiv aerodinamikası var. Hansı ki, müəyyən sürətdən sonra artıq bizə əlavə downforce vermək üçün qabağa gəlir və avtomobilimizin yol tutuşunu daha da yaxşılaşdırır. Zeekr 007 performans modeli 646 at gücü və 719 Nm, Azərbaycanda isə tək. Hazırda roket modda sürətlənmə edirik. 13 km çox rahat. Kəmərin sıxması, yan dayaqların sıxması dəhşətli dərəcədir. Roket moddan çıxaranda isə tamamilə rahatlaşırsan, monitor öz vəziyyətinə qayıdır. Ümumi idarə olunması və əyləciləri isə mükəmməldir. Təbii ki, ətraflı incələməsi isə Daily Cars kanalında olacaq.